mən 44 günlük müharibədə şəhid analarla görüşlərdə, atalarla görüşlərdə mənə deyəcək ilk söz bu idi. Hər şey qalsın kənara. Bildik, belə bir övladın anasıyıq, atasıyıq, çox gözəl. Bir dənə bizə bunu deyin ki, ilk sual bu da elə qapıda. Bizim övladlarımız haradadır? Biz onlarla görüşə biləcəyimi? Bir dənə bunu deyin, sonra girin içəri. Dəfələrlə mən özüm şəxsən bunu müşahidə elədim 44 günlük müharibədə. Yəni, bəzi mövzuları Allah kənara qoyulduqda həll olmur. Hacı, məsələn, onu sən nə ilə təsəlli verə bilər? Bir psixoloq o anaya, məsələn, sizin o sözünüz 1000 psixoloqun ona deyəcəyi sözdən daha təsirlidir və daha müalicə effektlidir. İndi o gedirsə psixoloqun yanına, psixoloq ona nə deyə bilər? Sizin sözünüzə bərabər təsir qüvvəsində hansı söz deyə bilər? Nə desə də, ged özünü cəmiyyətə ada, xalq onu unutmayacaq. Məsələn, xalq onun adına küçələr qoyacaq, adına meydanlar qoyacaq.